Assalamu aleykum əziz izləyicilər. Bu günləri biz sizinlə 6-cı siniflər üçün təşkil edilmiş liseye qəbul sınağı 8-in riyazi məntiq suallarının izahları ilə tanış olacağıq. Gəlin 41-ci sualımızın izahı ilə başlayaq. 41-ci sualımız olduqca çox gördüyümüz, tanış olduğumuz bir sual tipidir və təbii ki, araşdıra-araşdıra, axtara-axtara həll eləmirik. Həll qaydası var. Əgər 1-dən 9-a qədər bura ədədlər yazılıbsa, o zaman ilk öncə siz tapmalısınız ki, 1-dən 9-a qədər ədədlərin cəmi neçə eləyir? Toplayırıq. Təbii ki, hamısını toplamırıq. Qaydamız var. Necə tapırıq? 1-dən n-ə qədər ədədlərin cəmini 9 vur 10 bölü 2, 45 bizdə ümumi cəmimizdir. Biz 45-i 3-ə böldüyümüz zaman nəyə görə 3-ə bölürəm? Çünki xana 3-ün 3-ədir. Yəni sətir, sütun, diaqonal hər birisinə 3 element var. Tapırıq ki, həmin o 3 elementlərin cəmi neçədir? 15. Yəni sətirin, sütunun, diaqonaldakı elementlərin cəmi 15 eləməlidir. 45-i 9-a böldükdə isə, niyə görə 9-a? Çünki ümumi xanaların sayı 9 dənədir. Biz tapırıq ortadakı ədədi. Demək ki, ortadakı ədədimiz də 5-dir. Gəlin yazaq. Ortadakı ədədimə yazıram 5. Onda, baxın, bu hissədə, yəni bu diaqonalda 5 üstə gəl 6, üstə gəl neçə bizdə 15 eləyəcək? 4. Çünki bu 11 eləyir, bura 4 yazmalıyam. 4 üstə gəl 9, üstə neçə gəlsən bizdə 15 eləyir? 2. 6 ilə 2-ni toplayıram 8, demək ki də x 7 olmalıdır ki, toplayanda doğru cavabımız 15 eləsin. Demək 41-də doğru cavabımız olmalıdır, C variantı. Keçirəm 42-yə. 42-də, yəni sizin işlədiyiniz, gördüyünüz, bir dəfə qəbul imtahanında kart sualı var idi. Bu ona oxşar idi. LQS-lərin içərisində köhnə KBRT sınaqlarında da bu tipli suallar çoxdur. Necə həll edirik? Ötürə-ötürə gedirəm. Necə ötürə-ötürə gedəcəm? Gəlin elə qırmızı qələmdən üstündə işləyim. 3 dənədən bir ədədlər təkrarlanır. Yəni ədədlər 3 dənədən bir eyni gəlir. Məsələn 247, 247, 247. Baxın bu tipli. Ədədlərimizdən biri 4-dür, biri 7. Digər ədəd neçədir? Hardan biləcəksiniz? 19-dan çıxacaqsınız 4 ilə 7-nin cəmini. Demək digər ədədiniz 8-dir. Baxın 4-ü 2 dənədən bir təkrarladırsınız. 2 dənədən bir hər yerə 4 yazıram. Baxın demək bura 4 imiş. 2 dənədən bir 4. Hamısını yazdım. İndi 2 dənədən bir 7 yazırıq. Bura demək 7-dir. 2 dənədən biri 7 yazıram. Yerdə qalan bütün hissələrdə 8 yazıram. Çünki 3-cü ədədim 8-dir. Yazdım, tamamladım. Demək ki, bizim ədədimiz belə təkrarlanır. 478, 478, 478, 478. Həqiqətən də ürəyiniz istəyən 3 dənə xananı götürün, toplayın. Görəcəksiniz ki, həmişə cəm 19 eləyir. Baxın, məsələn bu. 7, 8, 4. Tutun buradan. 8, 4, 7. Yəni həmişə eyni ədədlər təkrarlanır. 4, 7, 8. 8, 4, 7. 7, 4, 8. 7, 8, 4. Fərqi yoxdur. Ancaq eyni ədədlərdir. Onda bizdə A oldu 8. B oldu 4. C də oldu 8. Bu da eləyir bizdə 32 vur 8, 256. Yəni doğru cavabımız olacaq D variantı. Keçirəm 43-cü suala. 43-cü sualımızda bizə deyir ki, Arzu kolleksiya məqsədi ilə 3 dəlikli, Ayansa 4 dəlikli düymələr toplayır. Yazıram Arzu və yazıram Ayan. Bizə deyir ki, Arzu Ayandan 30 ədəd çox düymə toplayıb. Onda Arzu olacaq x üstə gəl 30 düymə, Ayan olacaq x düymə. Bu düymələrin sayıdır. Düymələrin sayı bunda x-dir, bunda isə x üstə gəl 30-dur. Bəs ümumi dəliklərin sayı nə qədərdir? Dəliklərin sayını tapanda Arzuda 3 dəliklidir. Ona görə bunu 3-ə vururuq. Ayanda 4 dəliklidir, ona görə bunu 4-ə vururuq. Toplayanda bizdə doğru cavab eləyəcək 300. Toplayaq, alınacaq 3x üstə gəl 90, üstə gəl 4x bərabərdir 300-ə. 7x bərabərdir 210-a, x bərabərdir 30-a. Yerinə qoysaq, alınacaq Arzu 30 üstə gəl 30, 60 düymə. Ayan isə elə 30 düymə. Cəmi 90 düymə. Yəni doğru cavabımız olacaq D variantı. Keçək 44-cü sualımıza. 44-cü sualımızda da asan bir sualdır. Özü sizə şərtdə qeyd edir ki, divara dəydiyi yüksəkliyin 96-da 85 hissəsi qədər divardan uzağa düşəcək. Onda burada yazıb ki, 240 cm yüksəkliyə dəyir. Onda demək ki, biz yazacağım 240-ın 96-da 85 hissəsi. Gəlin ixtisar edək.
Gəlin 48-ə bölək. 240 ilə 96-nı 48-ə ixtisar eləyirəm. 96-nı 48-ə böləndə 2 dəfə düşəcək. 240-ı 48-ə böləndə 5 dəfə düşəcək. Onda 85-i vururam 5-ə. Bu bizdə eləyir 425 böl 2. 425-i də bölürəm 2-yə. Alınır bizdə 212,5. Gəlin baxaq ki, 212,5 burada hara düşür? Baxın, 200 ilə 250-nin arasına 212,5 buralardadır. Məsələn, buradadır. Demək ki, hansı aralığa düşüb? D və Y-nin arasına düşüb. Yəni, doğru cavabımız olacaq burada D variantı. Keçirəm 45-ci sualımıza. 45-ci sualımızda yazaq. Bizə deyir ki, famil birdən başlayaraq natural ədədləri özünün qiyməti qədər yan-yana yazır. Yəni, 1-dən 1 dənədir, 2-dən 2 dənədir, 3-dən 3 dənə, 4-dən 4 dənə. Bu qaydada gedir. Onda 1-dən 1 dənədirsə 1, 2-dən 2 dənədirsə 4, 3-dən 3 dənədir 9, 4-dən 4 dənə 16. Yəni, ədədlərin kvadratları cəmidir. Bunu hara qədər davam elətdirsəm 204 alınır. Siz indi bunu hesablaya tapırsınız. Əslində qalsa bunun düsturu var. Amma o düsturu hələ siz gələcəkdə işləyəcəksiniz, indidən öyrənmək üçün tezdir və onsuz da ədəd elə balaca bir ədəddir ki, siz onu özünüz toplayaraq tapırsınız. Mən indidən sizə deyim 64-ə qədər toplayanda gedir. Yəni, ən axırıncı 8-in kvadratı olanda cəmimiz alınır 204. Belə çıxır ki, burada 1-dən 1 dənədir, sonra 2 dənə 2-dir, sonra 3 dənə 3-dür. Bu qaydada gedir, axırda da 8 dənə 8 var belə. 3, 4, 5, 6, 7, 8. Neçədən ədəd var? 1 dənə, 2 dənə, 3 dənə. Baxın, belə gedir, ən axırda 8 dənə. Yəni, 1-dən 8-ə qədər ədədlərin cəmini tapsam, ümumi neçə dənə rəqəm istifadə olunub taparam. 1-dən 8-ə qədər ədədlərin cəmi necə tapılır? 8 vur 9 böl 2. Doğru cavabımız eləyəcək 36. Yəni, B variantı. Keçirəm 46-cı sualımıza. 46-cı sualımızda diqqət eləməli olduğumuz hissə nədən ibarətdir? Film bitdikdən sonra fasilə verilmir. Yəni, 10 dənə seans baxıbsa, 10 dənə seansdan 9 dənəsində fasilə var. Sonuncusunda amma fasilə yoxdur. Ona görə mən burada baxıram ki, film müddəti 35 üstə gəl 5, əslinə qalsa 40 dəqiqə çəkir fasilə ilə bir yerdə. Mən 40-ı 10-a vurub alıram, 400. Dərhal 400-ü götürməyəcəm. Sondakı fasiləni çıxacam. Özü bu çox istifadə olunan sual tipidir. Bunu əvvəlki illərin qəbulunda istirahətlə bağlı vermişlər. Deyirlər, üzürdü, sonra istirahət eləyir. Müəyyən qədər yol gedir, istirahət eləyir. Onda ümumi nə qədər müddət sərf eləyəcək? Orada da sizdən müddət soruşulurdu. Siz sonuncu fasiləni çıxırdınız. Sonuncu istirahət vaxtını çıxırdınız. Niyə görə? Çünki mən evə çatandan sonra artıq mənim yorulub dincəlməyə ehtiyacım yoxdur. Gələcəm inşallah evimə çatdım ki, əlhəmdülillah, evimdəyəm artıq. Yəni artıq orada istirahətə vaxt getmir. Bu da elə. Fasiləyə artıq vaxt getmir. Yəni bitdi də, seans qurtardı. Mən kino teatrdan çıxmışam. Fasiləni nə edirəm? Mən ora vaxt sərf eləmirəm. Ona görə 400-dən ən sonuncu fasilə vaxtını çıxırsınız. Yəni 5-i çıxırsınız. Cavab alınır 395. İndi baxıram burada film müddəti nə qədərdir? 55-in üstünə 15 gəlirəm 70. Burada film nə qədərdir? 40 üstə gəl 15, 55. Onda birinci 395-i bölürəm 70-ə. Bunu hesablayıram. Görək burada nə qədər eləyəcək. Bu düşür 5 dəfə. Qalıq da qalır 45. Və 395-i bölürəm 55-ə. Bu da bizdə düşəcək 7 dəfə. Qalığımız da qalacaq. Neçə dəfə düşür? 385 çıxsaq 10. Demək ki, biz burada birinci salonda 5 dəfə fasilə görmüşük. Üçüncü salonda isə 7 dəfə fasilə görmüşük. Bu səbəbdən doğru cavabımız olacaq 12. Yəni B variantı. Alınmış cavabları topladıq və doğru cavabımızı aldıq. Keçirəm indi 47-ci sualımıza. 47. Gəlin baxaq görək burada hal-hazırda hansı ədəd görünür. Baxın, burada 1, 2, 3, 4 dənədir. Biraz qalınlaşdıraq bunu. Burada 4 dənədir. Burada 2 dənə. Burada yoxdur. Burada 1 dənə. Burada isə 1, 2, 3, 4, 5 dənə.
Demək ədədimiz 42015-dir. Bunun üzərinə gəlməliyəm. Ən kiçik düzəldə biləcəyim 5 rəqəmli ədəd. Biz də bilirik ki, ədədin kiçik olması üçün nə edərəm? Birinci rəqəmini birinci kiçildərəm. Görək birinci rəqəmini necə kiçildəcəm. Təbii ki, buradan 4 dənəsindən 3 dənəsini aparacam. Və gətirib o 3 dənəni təbii ki də hara qoyacam? Ən sona. Yəni bu 5-in üstünə. O 3 dənəsini gətirdim, qoydum 5-in üstünə. Birinci rəqəmim oldu 1. Əla. Bu ikinci rəqəmin ikisi məni narahat edir. Bunu da 0 eləmək istəyirəm. Bu 2 dənəsini aparaq. Hara aparacam? Bu 2 dənədən 1 dənəsini aparacam bura. Müəllimə, niyə ikisini də aparmadınız? Bu ədəd 5-dir. Üstünə 3 gəldim 8. 8-in üstünə maksimum 1 gələ bilərəm axı. Mən üstünə tər ki gəlim 10 eləyər. Yəni bu bir rəqəmlidir axı, bir rəqəmdir bu. Ona görə bir dənəsini verdim bura. Bir dənəsini də məcbur verəcəm bunun üstünə. Yəni 2-ni payladım. Birini bura verdim, birini bura. Burada artıq oldu 9 dənə. Axırıncı rəqəmi böyütdüm də. Əsas əvvəlki rəqəmlərin balaca olmağıdır. Buna da verdim 1 dənə, bu da oldu 2 dənə. Nəticə etibarıyla ikinci rəqəmim 0 oldu. Üçüncü rəqəm onsuz da 0 idi. Dördüncü rəqəmim 2 oldu. Beşinci rəqəmim də 9 oldu. Alınmış cavabları da toplayaq. 4, 4, 0, 2, 5. 52.044. Yəni doğru cavabımız olacaq C variantı. Bunu da bitirdik. Keçək 48-ci suala. 48-ci tipli suallar da çox düşüb. Hətta 5-ci sinifdə Lütfizadəyə də düşmüşdü bir dəfə. Hətta bundan daha qəliz idi. Yəni bu kimi şeylər çox istifadə olunur. Bu kimi suallar. Burada ən çox da deyə bilir, ən az da deyə bilir. Ən çox deyəndə siz belə götürürsünüz. Baxın, demirmi bizə ki, dəniz sıralamada ən zəif 13-cüdür. Bax, belə düzək də. Bura yüksək olsun. Bura yüksək olsun. Bura zəif olsun. Yəni, biraz bunu böyüdək belə. Bura yüksək olsun, bura zəif olsun. Onda dəniz ən zəif 13-cüdürsə, əgər ən çox desəydisən, belə götürəcəkdin. Ən zəif 13-cü, bax, bura yazacaqdın dənizi. Yağmur da ən yüksək 13-cü şagirddirsə, onu da götürəcəkdin, qoyacaqdın. Bax, bura yağmuru 13. Yerləri də ardıcıldırsa, deyəcəkdin ki, buradan bura qədər 12 nəfər var, yağmur 13-cü. Buradan bura qədər 12 nəfər var, dəniz 13-cü. Toplam 13 də gəl, 13, 26 nəfər deyəcəkdin. Ardıcıldılar da, 26. Üst-üstə düşsəydilər dənizlə yağmur, onda 1 çıxacaqdın. Çünki bir dənə yerə sahibdir də, yəni bir dənə 13 var burada. 2 dənə üst-üstə adam düşə bilməz axı. Ona görə 1 çıxardın. Burada isə sənə deyir ən az. Belə olanda bir-birinin içinə salırsınız sıraları. Necə içinə salacam? Götürəcəm ki, güya. Baxın, ən zəif 13-cü gəlsin, düşsün. Baxın, bax bura. Ən zəif 13-cü bura düşsün. Yəni, dənizi qoyacaq biz bura. Ən yüksək 13-cünü də qoyacaq elə bir bura. Yəni, yağmuru da qoyacaq bura. Gördünüz, buradan bura, buradan bura. İndi bax, necə oldu? Buradan bura qədər 13 nəfər var. Biri də yağmurdur. Demək, qaldı bura 11 nəfər. Çünki ümumi buradan bura 13 nəfərdir. Biri də yağmurdur da, geriyə qaldı 11 nəfər. Və eləcə də buradan bura qədər ümumi 13 nəfərdir. Biri də dənizdir. Onda 13-cü budur daha doğrusu. Biri dənizdir 12-ci. Geriyə qaldı burada da 11 nəfər. Demək ki, necə oldu? 11, 11, 2. Yəni 24 nəfər oldu. Demək ki, ən az deyəndə nə edirik əslində? Toplayırıq. Bunlar ardıcıl olduğu üçün 2 çıxdıq. Əgər ən çox desəydi sadəcə toplayardıq. Üst-üstə düşsəydi 1 çıxardıq. İndi burada aralarında adam yoxdur. Aralarında 7 nəfər olanda, 8 nəfər olanda onların hərəsinin özünə uyğun həll qaydaları var. Əgər ən çox desə toplayacaqsan, ən az desə çıxacaqsan. Yəni bu tipli suallar çox istifadə olunur, işləyə bilərsiniz. Doğru cavabımız olur ona görə D variantı. Keçirəm 49-a. Çox yaxşı gedirik. 14 dəqiqəmiz keçib. Hələ ki artıq 49-cu sualdayıq. Bizə deyir ki, Elnur ədədləri bir kompüter proqramından yazma müddətləri cədvəldə verilib. 1-dən 111-ə qədər bütün ardıcıl ədədləri fasiləsiz olaraq neçə dəqiqəyə yazar. Deyir ki, ədədin rəqəm sayı 1 olanda, yəni ədəd bir rəqəmlidirsə, yazmağa 3 saniyə vaxt gedir. Biz də bilirik ki, bizim 1-dən 9-a qədər 9 dənə bir rəqəmli ədədimiz var. Hər bir rəqəmi də yazmağa 3 dəqiqə vaxt gedəcəksə, ümumi 27 dəqiqə vaxtımız gedəcək. Daha sonra 10-dan 99-a qədər 90 dənə 2 rəqəmli ədədimiz var. Hər bir 2 rəqəmli ədədi yazmağa 4 dəqiqə vaxt gedir, 4 saniyə vaxt gedir. Demək, ümumi 360 saniyə vaxt gedəcək.
və 100-dən 111-ə qədər ümumi 111-dən 100 çıxıb üstünə 1 gəlirik. 12 dənə 3 rəqəmli ədəd var. Hərəsinə 5 dəqiqə, 5 saniyə üzr istəyirəm. 60 saniyə vaxt gedəcək. Demək ümumi 420 üstəgəl 27, 447 saniyə vaxt gedəcək. Bizdən cavabı dəqiqə ilə istəyir. Demək ki, 447-ni bölmək lazımdır 60-a. Çünki 1 dəqiqəmiz 60 saniyədir. Bu da bizdə eləyəcək 7,45. Özünüz hesablaya da bilərsiniz. Yəni, doğru cavabımız oldu D variantı. Keçirəm 50-ci suala. Bizə deyir ki, 40 nəfərin iştirak etdiyi balıq tutma yarışında gəmidə olan hər kəs kütüm, kefal və çapak balıqlarından ümumilikdə ən az bir ədəd tutub. Bu balıq növlərindən hər hansısa birindən bir ədəddən çox tutan olmayıb. Hər kəs ən çoxu 3 balıq tutub və 2 balıq tutan olmayıb. Cəmi 64 balıq tutulub, neçə nəfər 3 balıq növünün hər birindən tutub. Demək ki, hər birindən bir ədəddən çox tutmamalısan. Ya məsələn, sadəcə kütüm tuta bilərsən, ya sadəcə kefal, ya sadəcə çapaq. Və yaxud da üçünü birdən tuta bilərsən. 2-2 olmaz. Kütüm, kefal, kütüm, çapaq belə olmaz. Onda gəlin belə edək. Demək, 1 balıq növündən tutanlar və 3 balıq növündən tutanlar var. 2 balıq növündən tutan yoxdur. Onda belə yazaq biz. Qırmızı ilə yazıram 50-də. Ümumi 40 nəfər var. Güya ki, bir balıq növündən tutanların sayı olsun x sayda. Onda 3 balıq növündən tutanların sayı nə qədər olacaq? Ümumi 40 nəfərdirsə, x qədərini bir balıq növü tutana qoydumsa, onda 3 balıq növü tutanlar 40-x olacaq. Qeyd elədik. Və cəmi 64 balıq olacaq. Onda alınacaq 1x, yəni x, üstəgəl 3 vurulsun 40-x. Bərabərdir 64-ə. X üstəgəl 120 çıx 3x bərabərdir 64-ə. Buradan alınır 2x bərabərdir. 120-dən çıxıram 64-ü. Bu bizdə eləyəcək 56. X də bərabər olacaq 28-ə. Demək ki, 28 dənə bir növlü balıq tutub, 3 balıq növündən də tutanların sayı 40-dan çıxıram 28-ni, cavab eləyir 12. Yəni doğru cavabımız olur 50-də C variantı. Keçirəm indi növbəti sualımıza. Bu da elə bunu oxşayan bir sual növüdür. Bizə deyir ki, ya 2 ya da 3 gol vurursan. 8 oyun var. Demək 2 gol vuranlar, 3 gol vuranlar. Ümumi 8 oyun var. Güya ki, x sayda oyunda 2 gol vurmuşuq. Ümumi 8 oyun varsa, geriyə qalır 8 çıx x oyun. Bunlarda da güya 3 gol vurmuşuq. Demək ümumi 22 gol vurulub. Hesablayıram. X oyun hərəsi 2 qolluq. Olacaq 2x. 3 vurulsun 8 çıx x bərabərdir 22-yə. Alınır 2x üstəgəl 24 çıx 3x bərabərdir 22. Buradan da alınır x bərabərdir 2. Bizdən də 2 qol vurmuşların sayı soruşulurdu. O da elə x idi. Yəni doğru cavabımız olacaq elə 2A variantı. Keçək 52-ci sualımıza. Bu 52-ci sual mənim sevmədiyim bir sualdır. Çünki mən bunu birinci gün şagirdlərimə işlətmişdim Türk ədəbiyyatından. Sağ olsunlar, gedib ikinci gün bəziləri səhv yazmışdı. Ona görə çox əsəbiyəm bu suala. Qaydası belədir. Əgər bir ipin yalnız bir ucundan kəsirsənsə, onda sürüşmə kəsdiyin yerin yarısı qədərdir. Məsələn, 50 sm kəsmisənsə, orta nöqtə 25 sm sürüşür. Yəni, nə qədər kəsirsənsə, onun yarısı qədər sürüşür. Yox, əgər iki ucundan da kəsirsənsə, yəni sağ və sol ucundan, bu zaman həmin o kəsilmiş hissələrin fərqinin yarısı qədər sürüşür. Yəni, 5-də 1 x çıx 6-da 1 x böl 2 qədər sürüşür. Bu da deyir ki, o 4-ə bərabərdir. Onda alınır ki, 30'da 1 x bərabərdir. 4 2'ye vururam 8. X də bərabərdir 240. Doğru cavabımız olur D variantı. Həqiqətən qaydanı bilən şagird
saniyələr ərzində cavabı tapacaq. 1 dəqiqədən də az müddətə həll edib. Qayda belədir. Yazıb da yoxlaya bilərsiniz təbii ki. Sadəcə siz zamanla yarışırsınız. Qayda kimi bilsəz daha gözəl olur. Amma bir dənə misalda yazıb bunu ala da bilərsiniz ki, nə etmək lazımdır? Həmin o kəsilmiş hissələrin fərqinin yarısı qədər sürüşdürürsünüz. Ümumi siz taxtanı, ipi daha doğrusu 30x götürüb, oradan 5x, 6x yazıb belə də yaza bilərdiniz. 6x çıx 5x bərabərdir 8-ə, x bərabərdir 8-ə. Ümumi taxtada 30x olduğundan 30 vur 8, 240. Belə də eləmək olardı. 53-ə baxaq. 53. Bizə deyir ki, uzunluğu 2,125 metr olan lent 4 müxtəlif uzunluqda hissələrə bölünür. Ən uzun hissənin uzunluğu ən az neçə santimetrdir? Bu 4-cü sinif sualıdır. Həqiqətən də 4-cü sinifdə keçilir. Mühakimə məsələsidir. Ən böyüyü ən az, ən kiçiyi ən çox, ən böyüyü ən çox, ən kiçiyi ən az. Bu tipli suallar necə həll olunurdu? Demişdik ki, ən böyüyü ən az və ən kiçiyi ən çox deyəndə cəmi saya bölüb paylayırıq. Birinci metrdən santimetrə keçək. Alınacaq 225. 225-i bölürəm 4-ə. 22-in içində 4, 5, 4, üzr istəyirəm, 4, 5 dəfədir. 25-in içində 4, 6 dəfə qalıq 1. Alınacaq bizdə 56, 56, 56. Ən axırda da qalıq 1-i verirəm 56-ın üstünə 57. Bu dəynətdə mövzu 5-də 4-cü sinifdə izahını da çəkib mən YouTube-da yükləmişəm. Oradan da baxa bilərsiniz. Bu mövzu yəni 4-cü sinif mövzularının arasında var. Alınır 56, 56, 56. Qalığı da sonuncu ədədin üzərinə verdim. Siz ürəyiniz hansı ədədin üstündən istəyirsiniz verin. Mən həmişə sonuncu ədədə verirəm. Uşaqları elə başa salıram. Sonuncu ədədin üstünə verdim. Alındı sonuncu ədədimiz 57. Bizə deyir ki, müxtəlif uzunluqlu. Bizdə isə eyni uzunluqlar var. Paylayırsınız. Bundan buna verəcəyik. Bir dənə verə bilmərik. Çünki bir dənə versək, bu 55 olacaq, bu 57. Yenə də gələcək 2 dənə 57 alınacaq. Məcbur ona görə 2 dənə verirsiniz. Onda bu alınacaq 54. Bu alınacaq 58, 56 və 57. 4 müxtəlif uzunluq oldu. Bizə ən uzun hissəni istəyir. Ən uzun hissəmiz 58-dir. Demək, ən uzun hissə ən az 58 ola bilər. 53-cü testimizin cavabı olacaq C variantı. 54-cü testimizə baxaq. 54-cü testimizə də aid əslində qalsa, Türk ədəbiyyatlarında mən şagirdlərimə işlətmişdim. Ümid edirəm qayda yadlarında qalıb. Biz belə bir şey demişdik. Demişdik ki, bağda olan şaftalların sayını götürsəm x. Bu x-dan nə çıxır? Nə çıxır bundan? X-in yarısının 40 artığını. Bu da bizə nəyə bərabərdir? X böl 2 çıx 40. Demək siz birincini tapırsınız. Yazırsınız. X böl 2 çıx 40 bərabərdir nəyə? 0-a. Buradan alırsınız x-i nə? 80. Birinci oldu 80. İndi ikincini tapırıq. Bu səfər x böl 2 çıx 40-ı 80-ə bərabər eləyirəm. Buradan x-imiz nə alınır? 240. Üçüncü. Bu səfər x böl 2 çıx 40-ı bərabər eləyirəm 240-a. Alınır 280, 560. Dördüncü dəfə. X böl 2 çıx 40-ı bərabər eləyirəm 560-a. X alınır 1200. Və sonuncu. Beşincidə. X böl 2 çıx 40 bərabərdir 1200. 1240-ı da vuranda 2-yə 2480. Bunun da bizə deyir ki, rəqəmləri cəmi. Rəqəmləri cəmi deyilir 14. Yəni doğru cavabımız olur D variantı. Bunu bircə dəfə biz işləmişdik, amma siz də yenə də 40 artır 2-yə vur, 40 artır 2-yə vur. Belə gedə-gedə ala bilərsiniz. İndi biz bunun biraz çətin formalarını işləmişdik. Ona görə mən bu formada öyrətmişdim onlara. Bu asad formasıdır. Bunun çətini düşərsə bu formada yazıb bilə bilərsiniz ki, hər dəfə siz nə etməlisiniz? Yəni toplayıb gəlməlisiniz, çıxıb gəlməlisiniz, vurmalısınız, bölməlisiniz. Baxın, bir dəfə tapırsınız, hər dəfə bərabərləşirə gedib alırsınız. Keçirəm indi 55-ə. Bizə deyir ki, şirniyyat fabriki hər bağlamaya 30 qutu, hər qutuya 40 paket vafli qoyur. Fabrik hər bağlamaya, hər qutuya və hər paketə fabrikin loqosunu yapışdırır. Loqonun qiyməti 2 qəpikdir. 250 bağlama üçün neçə manatlıq loqo yapışdırırlar. Bu tipli suallarda əslində qalsa biz işləmişik. Orada da üstünə loqo yapışdırırlar, etiket yapışdırırdılar bağlamaların üstünə. Sadə sualdır, inanıram ki, hər kəs düz yazıb bunu. Demək bizə deyir ki, 250 dənə bağlama var. Bizə də deyir ki, hər bağlamada 30 qutu var, hər qutuda da 40 paket vafli var.
Onda gəlin görək nə olacaq. 250 dənə bağlama var. Bağlamanın üstünə yazıram 250. 250 dənə loqo bura getdi. 250 dənə bağlamanın hər birisinin içərisində 30 dənə qutu var. 250-ni vurursunuz 30-a. 7500 dənə də qutumuz var. Və hər birisinin içində 40 paketdə vafli varsa, 7500-ü də vurmaq lazımdır 40-a. Bu da bizdə eləyir 75-i 3, 30, 300 min. 300 min dənə də paket var. Gələk toplam nə qədər olur? Toplayırıq, vuracaq 2 qəpiyə. Daha doğrusu gəlin 2 qəpiyə vurmayaq. Onsuz da axırda manata çevirməliyik. Gəlin birbaşa 100-ə bölüb 2-yə vuraq da. Yəni 100-ə böləcəmsə gəlin elə 2 sıfırı silək burada. Birinci toplayaq. 300 min, üstə gəl 7500 və 250. Bu bizdə eləyir 307.750. Birinci topladıq. Birbaşa çünki hamısına 2 sıfır silmək olmurdu. Onluq kəsir alınacaqdı. Ona görə belə etməli oldum. İndi desəm ki 2 sıfır silim, yenə də 2 sıfırım yoxdur. Məcbur birinci gəlin 2-yə vuraq, sonra silək bu sıfırı. 2 qəpiyə vuraq, sonra manata çevirəndə 2 dənə sıfır silək. 2-yə vuranda bizdə alınacaq. Aha, 615.500. Sondan da 2 dənə sıfır silirəm, manata çevirirəm. Doğru cavab eləyəcək 6155 manat. Yəni doğru cavab oldu C variantı. Keçək 56-ya. Deyəsən riyazi məntiqin izahı ilə riyaziyyatın izahı eyni qədər tutacaq. 56. 56 addım məsələləridir elə. Bildiyiniz addım məsələsidir. Bu keçən ildə KBRT sınaqlarından birinə düşmüşdü. Hesablayırdıq. Ən sonda orada bizə vermişdi ki, bir addımın uzunluğu nə qədərdir? Alınan cavabı da həmin ədədə vururduq. Bu da ondandır. Demək yazıram irəli 6, geri 2. Deyir ki, indi çərtkənin bir sıçrayışı 55 cm-dir. 218 dəfə sıçrayıb. Baxaq, ümumi 8 eləyir bu bizdə, düzdürmü? Ümumi, burada yazdıq, ümumi 8 addım. Demək, bölürəm 218-i 8-ə. Görək neçə dəfə düşəcək. 218-i 8-ə böləndə düşür 27 dəfə. Qalığımız nə qədər qalır? 8-i 27-yə vuranda 216 eləyir, 2 dəfə qalıq qalır. Demək ki, mən irəlini də vuracam 27-yə. Gerini də vuracam 27-yə. Və irəlinin üzərinə əlavə olaraq 2 gələcəm. Niyə görə? Çünki biz hərəkətə başlayanda irəli hərəkətdən başlayırıq. Bunun üzərinə 2 gəlirəm. Bu da bərabərdir. 6-nı vururam 27-yə. Bu bizdə eləyir 162. Üstünə də 2 gələndə 164. 2-ni də 27-yə vururam 54. Neçə addım irəli düşdüyünü bilmək istəyirəmsə, irəli addımların sayından geri addımların sayını çıxıram. Alınır 110. Demək 110 santimetr irəli düşdü. Yəni 110 addım irəli getdim. Bir addımı da 55 santimetrdir deyə 110-u vururam 55-ə. 165 eləyir. İstəyirəm. 11-i 55-ə vuranda 605 eləyir daha doğrusu. Aha. Arxasında bir dənə 0. Bu qədər oldu santimetr. Buradan da metrə keçəndə sondan 2 0 sürüşdürək. Alınacaq 60,5 metr. Doğru cavab C variantı. Başqa cür siz necə həll eləmək olardı bunu? Siz birbaşa bu 27-ni vurardınız. İrəli addımların sayı 6, geri addımların sayı 2-dirsə, demək hər dəfə irəli düşür 4 addım. Hər dəfə 4 addım irəli düşür. Ona görə 4-ü vurardınız 27-yə. Əlavə də üzərinə 2 gələcəkdiniz. Niyə görə? Çünki bu 2 addım ancaq irəli addımın hesabına düşür. Geriyə addım yoxdur. Yəni sadəcə irəli var. Nə qədər irəli getdinsə, o qədər də irəli düşürsən. Geriyə yoxdur axı. Ona görə də üzərinə 2 gələrdiniz. Bu da eyni cavabı verəcəkdi sizə. 27-ni 4-ə vuranda 80, 28, 108, üstünə də 2 gələndə 110. Gördüyünüz kimi eyni cavab edir. Yenə də 110-u 55-ə vurub çevirərdiniz metrə. Keçirəm 57-yə. 57-də uşaqlar. Demək mən nə edəcəm? Baxın, bu 15. Biraz səliqəsiz çəkəcək müəllimə. Biraz belə çəkim. Siz fərz eləyin ki, mən qəşəng çəkmişəm də. Mən biraz rəsm bacarıqlarım zəifdir. Siz amma mənim xətrimə dəyməyin. Deyilə bilin ki, yaxşı çəkmişəm mən bunları. Baxın, birinciyi götürəcəm.
Bu 15'dir. Bu 20'dir, bu 30'dur. Hamısını bərabər hissələrə bölməliyəmsə, demək hamısını 5-5-5 ayırmalıyam. Birinci götürəcəm, bax, buradan bunu böləcəm. Baba, buradan böləcəm. Birinci bölmə. Hamısı 5-5 ayrıldı. 5-5 getdi. İkinci dəfə buradan böləcəm. Bundan artıq işim bitdi. Bax, yuxarısı artıq 5-5-5 ayrıldı. Yuxarısı ilə işim bitdi. Bura 5'dir, bura 5'dir, bura 5'dir, bura 5'dir. Yuxarısı ilə işim qutardı. 2 dəfə kəsmişəm hələ ki. Üçüncü kəsimi buradan eləyirəm. Yenə baxın 5-5. Yuxarısı ilə də işim bitdi. Artıq 4 dənə hissə qutardı yuxarıda. Aşağı üçün bir dəfə də kəsirəm buradan. 5-5. Şo. Hazırdır. Baxaq deyək hazırdır. 1, 2, 3, 4, 5 yox. Hələ hazır deyil bu. İstəyirəm. Bir dəfə də bölməliydim. Qəşəng eləmədim. Silək. Aha, bunu demək ki 2 dəfə kəsdim. Bundan işim qutardı. 1, 2. İndi bunu kəsəndən sonra bir dəfə də belə kəsirik. Bu 20'dir də. Yox, bunu düz yazmışıq. Bu 20'dir. Aşağıdakı 30 imiş. Üstündən yazmışam deyə yaxşı görmədim. Amma bundan qutarmışıq biz. Bundan prosta 2 dəfə kəsməliyəm əlavə. 2 dəfə kəsməliyəm ki 6 dənə 5 olsun burada. 1, 2, 3, 4, 5, 6. İndi 50 oldu. Görün neçə dəfə kəsdik. Baxın, bu birinci kəsim. Biraz belə bunu highlighterla göstərim sizə. Qəşəng görəsiz. Qalınlığını artırım, nazilliyini azaldım. Bax, bu 1. Bu 2. Bunu iri kəsdim. Görürsünüz, üçünü bir yerdə. Üçünü üst-üstə qoyub kəsdim. Yəni 2 dənəsindən 2 dənəsini kəsəndə üçünü üst-üstə qoyaraq kəsdim. Növbətisini kəsəndə bu ikisini üst-üstə qoydum, kəsdim. Gördünüz? Üçüncü. Artıq birinci də bitdi. İkincisi də bitdi. Üçüncüsünü isə sadəcə buradan 2 dəfə kəsdim. Yəni 1, 2, 3, 4, 5 dəfə kəsdim. Hər dəfə kəsməkdə 5 manat olduğu üçün onda 5 vur 5 cavab olacaq 25. D bəndi. Düşək aşağı. 58. 58'də bizə deyir ki, bir lift içərisinə qoyulan yüklərin ağırlıqlarına görə xəbərdarlıq siqnalı verir. Boş olan liftdə ağırlıqları 13, 15, 16, 18, 20 kiloqram olan 5 qutudan hər hansı 4'ü qoyulanda xəbərdarlıq siqnalı verir. Hər hansı 4 fərqi yoxdur. 4 dənəsini demək toplayanda ona baxaq. Ən az, yəni ən az hansı çəkidə siqnal verir? Ən az 4 dənəsini topla, ən az olanı. 13, 15, 16, 18'i toplayacaqsan. Neçə eləyir? 28. Üstə gəlinsin. Bunları da toplasaq 34. 62. Demək ən azı 62'də ucu siqnal gələcək. 62 oldu, все, siqnal verir. Və bizə deyir ki, üzr istəyirəm, burada pozanla silməkdə oranı sildim. Və deyir ki, hər hansı 3'ü qoyulanda isə siqnal vermir. Onda demək ən çoxunu toplayırsan. Bax, bu 3'ündə siqnal vermir. Yəni ən çox 16'nın üstünə 18, 34, 34'ün də üstünə 20, 54. Yəni 54'də siqnal vermir. Demək ki, 54'də siqnal verməyəcək. Amma artıq 62'dən yuxarı siqnal verməyə başlayır. Bu da deyir ki, yük daşınma nə qədər maksimum yük daşıya bilər. 62 daşıya bilməz. Çünki 62'də ucu siqnal verəcək, axı daşıya bilmir də, demək ki, siqnal verir. Başlayacaq siqnal vermək üçün mən daşıya bilmirəm bunu, azalt, yükü azalt. 63'də də siqnal verəcək. Və növbəti. Görürsünüz, burada 53 var. Yəni 54'dən azdır. Biz də demişdik ki, ən çoxu 54'də siqnal verməyəcək. Demək 53'də də siqnal vermir. Burada problem yoxdur. Deyərsiniz, ay müəllimə, bəs bu 58 hardan gəldi? 58 ortalarda bir yerdədir. Çünki şərt demir axı ki, imanla 3 dənə yük qoymusan. Bəlkə mən 4 dənə elə bir yükü qoymuşam ki, onları toplayanda 58 alınacaq və siqnal verməyəcək. Çünki zaten siqnal üçün 62'ni keçməlidir. Yəni 62 və 62'dən yuxarı olmalıdır ki, siqnal versin. Amma 62'dən aşağı mən bunları toplayanda hansı ədədi ala bilirəmsə, onlar da siqnal verməyəcək onsuz da. Yəni mən o aralıqdan istənilən ədədi götürə bilərəm artıq. Mən burada yazdığım ən çox 54 siqnal vermir, 3 dənə yükləndir. Amma bizə şərtdə demir axı mən mütləq 3 dənə yük qoymalıyam. Mən bəlkə 4 dənəsini qoyacağam.
Əsas odur ki, 62-yə çatmasın. Siqnal verməyəcək onda, daşıya biləcək. Yəni 62-dən aşağı istənilən yükü daşıyır. İndi mən deyirəm ki, 62-dən aşağı, hə 61 götürüm cavabı. Bəlkə heç bunlardan 4 dənəsini toplayanda mən 61 ala bilmirəm. Yəni elə bir ədəd almalıyam ki, toplayanda ən çox olsun. Yəni burada 53 də doğru cavabdır. 58 də doğrudur. Bizə ən çox lazım olduğu üçün doğru cavabımız olur 58. Bəs 58-ə hansı 4 dənəsini götürəndə alırıq? Gəlin ona baxaq. Demək ki, götürərəm 18 4 dənəsini götürəcəm. Baxaq. Burada 13, 15 bizdə verir 28, üstə gəl 18. Bu 48 eləyir. Onda bu bizdən yüklə bağlı heç bir şey demədiyi üçün belə başa düşürəm ki, sadəcə liftin maksimum yük qaldırma gücü hansı ola bilər deyir. Yəni burada bir neçə cavab var. Məsələn, variant 61 olsaydı 61 götürərdim. Onda belə çıxır. Çünki burada 4 dənəsini və yaxud da 3 dənəsini hansısa birini toplayanda 58 alanmadım. Yəni bunu toplayım 58 alım yoxdur. Məncə yəni yoxdur. Ümid edirəm düz baxdım. İndi siz də baxarsınız. Amma buradan 3 dənə, 4 dənə, 2 dənə, yəni hər hansısa maksimum 5 dənədir də. Yəni bunları toplayanda mən 58 ala bilmədim. Amma fakt 58 qaldıra biləcək də. Yəni fakt qaldıra biləcək. Onda yəni hansı ola bilər deyir. Yəni bir neçə dənə ola bilir. Bizə də lazım idi ki, maksimum yük qaldırma gücü bunlardan hansı ola bilər? 58 məsələn ola bilər. Biri var maksimum yük qaldırma gücüdür. Bu уже konkret bir ədəddir. Yəni 58 bitdi. Cavab 58. Başqa bir ədəd ola bilməz. Bu isə deyir ola bilər. Yəni başqa ədədlər də ola bilər. Yəni olmasın 58 başqa bir ədəd olsaydı variantda onu da götürə bilərdik. Əsas odur ki, cavab 62-dən kiçik olsun əziz şagirdlər. Mən də 62-dən kiçik olan bir variantı götürdüm. 58-i götürdüm. Biraz bu sualın üstündə çox dayandıq. Suallara öncədən baxmamışam deyə bu səbəbdən biraz vaxt itkisi getdi buna. 59-a baxaq. Bizə deyir ki, 7 vaqondan ibarət bir qatarın hər bir vaqonuna ən çox 40 sərnişin minə bilir. 7 dənə vaqon qoyaq. 1-ci vaqon, 2-ci vaqon, 3-cü vaqon, 4-cü, 5-ci, 6-cı. Bir dənə belə uzadaq. Burada 7-ci. İndi yaxınlaşdıraq bunu. Bizə deyir ki, ən çox 40 sərnişin minə bilir və hər 2 vaqonda ardıcıl 48-dir. Sərnişin sayı az olsun. Baxın, bunların cəmi 48-dir. Bu cəm 48-dir, bu cəm 48-dir, bu cəm. Demək ki, burada 2 dənə ədəd dalbadal təkrarına gedir. Tək sayda olduğu üçün mən demək ki, bunu balaca ədədlə başladacağam ki, sonluq da balaca ədədlə bitsin və ona görə də bizim cəmimiz az olsun. Böyüklə başlatsam cəm də böyük olacaq, kiçiklə başlatsam cəm də kiçik olacaq. Onda belə eləyəcək. Ən az nə verə bilərəm? Könlüm deyər 1 verim, amma cəmin 48 olması üçün digərinə görə 47 verim. O da olmaz axı, deyir ən çox 40 götürə bilər. Onda məcburam bura bir 8 verim ki, ən çox 40-dır da, burada 40 getsin. Onda belə gedəcək. 8, 40, 8, 40, 8, 40. Baxın, belə getdi. Gördünüz, 8 ilə başladı, 8 ilə bitdi. Sən bunu amma 40 ilə başlatsaydın, 40 ilə başlayıb 40 ilə bitəcəkdi. Ədəd böyüyəcəkdi. Balaca olması üçün belə verdim. Yəni, bizdə 48-dən 4 dənədir, bir dənə də axırda 8-dir. 48-i vururam 4-ə, 192 üstünə də gəlirəm 8. Cavab eləyəcək. Üzr istəyirəm, hardasa səhv elədim yəqin. Bircə dəqiqə, baxım. Burada 3 dənəymişim. Mən niyə 48-i 4-ə vururam? 1, 2, 3, 3 dənə. Müəllimə ucu yoruldu. 48-i 3-ə vururam, 144. 48-i vururam 3-ə, 144. Üstünə də gəlirəm 8. 144-ün də üzərinə 8 eləyir 152. Doğru cavabımız D variantı. Şu vaxt qabağa getdikcə müəllimə də videoları biraz ardıcıl çəkdi, yoruldu. İndi deyəcəsə, ay müəllimə, biz də sınaqda bunları işləyəndə yoruluruq da. Elədir. Müəllimə də səhər tezdən dərs keçdi, axşama da sizə video çəkdi ki, imtahana qədər baxasınız, bəlkə bir şeylər özünüzə qatasınız. Ona görə yorğunçuluq olur. Uşaqlar, bu 60 tipli sual bir dəfə düşüb bizdə RFM-ə. Final mərhələsinə keçən illəri sayğac sualı idi. Orada da sayğac sualı idi. Orada da bir dənə ədədi görmürdü. Ona görə ədədləri yazmışdıq. Onun da izahını mən inşallah ki, sizlərlə paylaşaram. Yəni, RFM-də finalda həmin sualın izahını sizlərlə paylaşaram. Baxa bilərsiniz. Yəni, keçən ilin RFM final suallarına baxın. Orada bir dənə sayğac sualı var. Baxın, bu sual ondandır. Onun tiplidir. Ona oxşuyur.
Demək burada bir dənə çox diqqət edici bir məqam var. Yəni bu məqama görə inanıram ki, çoxunuz bunun cavabını B yazmısınız, səhv yazmısınız. Məndə də şagirdlərin əksəriyyəti bunu soruşmuşdu. Ona görə bu sual artıq məndə tanışdı. Burada məsələ nədən ibarətdir? Normalda 0-dan 15-ə qədər gedir. Yəni 0-dan 15-ə qədər getməlidir. Amma bu 17-yə qədər getdi. Niyə görə? Çünki 3-ü görmədiyi üçün 3 ilə 13-ü ortada itirir. Yəni 3'ü rəqəmini göstərmədiyi üçün ortada 3 ilə 13 itirdi. Ona görə də 3 ilə 13 itdiyi üçün sən də axı 15 dənə yazmalısan. Bax 15 dənə yazmalısan. Onda 15 dənə yazanda 2 dənə ədəd qabağa sürüşür. Baxın həqiqətən indi burada 15 dənə ədəd var. 1, 2, 3, 4, 5, 6, 7, 8, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. İndi burada 0-dan başlayıb da ona görə. 0-dan başladığı üçün 1 vahid artıq olur. Normalda 1-dən başlayanda 15 dənə ədəd eləyir. İndi 0-dan başladığı üçün 16 ədəd elədi. Yəni 2 vahid artıq olur. Görürsünüz 15-dən 2 vahid artıq olur. Siz 0-dan başladığınız üçün heç onu saymayın da 1-dən başlamış kimi gedin. Olsa 0-dan heç bir problemimiz yoxdur. Orada 3 yoxdur ki. Heç bir problem yoxdur bizdə. İndi biz baxmalıyıq ki, mən yenə də sıfırlanıb, 0-dan gedirəm. 55-ə qədər hansı ədədlərdə 3 var? Biz hansı ədədləri görmürük? 55-ə qədər olan 3-lərin sayını tapıram. Gəlin yazaq. Bizdə var 3, 13, 23, sonra gəlir 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 43, 53. Neçəni ədəd elədi ümumi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Normalda deyəcəksiniz ki, müəllim 55-in üstünə 15 gələk cavab 70 alınsın. Amma elə alınmayacaq. Niyə görə? Çünki sən 55-in üstünə 15 gəlirsən, ha? Yəni gedirsən hara? 56, 57, 58, 59, 60. Elə bil ki, belə yazaq. Bu 3-ün əvəzinə 56-ya getdi. 13-ün əvəzinə 57, 58, 59, 60, 61, 62. Sonra bunun əvəzinə 63 göstərməlidir. Amma bu axı 3-ü göstərmir. İndi bunun əvəzinə məcbur neçə göstərəcək? 64. Sonra gedəcək 65, 66, 67, 68, 69, 70 və bunun yerinə də 71. Gördünüz? Yəni sırayla elə bir 3-ün əvəzini qabaqda görür. 56 gedir. Bunun əvəzinə 57, bunun əvəzinə 58, 59, 60, 61, 62. 34-ün əvəzinə 63-ü götürməliyik. Amma 63-ü görmürük axı biz. 3-dən promoya atacaq 64-ə. Ona görə bunun əvəzinə 64 götürür. Sonra 65, 66, 67, 68, 69, 70, 71. Ona görə cavab 70 deyil, 71 edir burada. Yəni bir vahid artıq götürürük. Və bir vahid artıq götürməmizə səbəb nə oldu? Bu 63 oldu. Bax, bu 63 bizə səbəb verdi ki, biz 70-ə yox, 71-ə gedək. Ona görə doğru cavabımız olur burada C variantı. Ümid edirəm hər bir şey sizə aydındır. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.